Əzəli yurda böyük qayıdış davam edir. ARB 24-ün əməkdaşı xəbər verir ki, Cəbrayılın Şükürbəyli və Xocalı rayonunun Badara, Təzəbinə, Xanyurdu, Xanabad, Ballıca və Daşbulaq kəndlərinə köç yola salınıb. Ailələr Respublikanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış sakinlərdir. Bu mərhələdə Cəbrayılın Şükürbəyli kəndinə 18 ailə, Xocalının Badara kəndinə 10, Təzəbinə kəndinə 10, Xanabad kəndinə 9, Ballıcaya 4, Xanyurdu kəndinə 4, Daşbulaq kəndinə isə 4 ailə köçürülüb. Doğma yurda qayıdan sakinlər torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan ordusuna, qəhrəman əskər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər. 31 yaşım var idi, 3 övladımla, oğlum qucağında 3 aylıq idi. Meşələrlə Şuşa yoluna çıxdıq Xan kəndində. İndi 9 nəvəm var. Oğlum Şuşadadır, verilib orada işləyir fövqələdədə. Balalarım, nəvələrim köçürük kəndimiz, elimiz, obamız, qohum və əqrabamız hamımız. Qayıdırıq, biraz körəlirik, biraz sevinirik. İndi şükür edirik ki, torpaqlarımıza geri qayıdırıq.